Salam değerli əziz izləyicilərimiz, Binə mərkəzə yaxın sizin üçün asfalt üzərində 2 mərtəbəli, 2 ailə üçün dostlar, ya da ki çox otaq sayı istəyənlərin nəzərinə 8 otaqlı, 4 otaq yuxarıda, 4 otaq aşağıda, qazı, işığı, suyu daim olan, suyumuz Azər sudur değerli dostlar. Paket qubçalıdır. İnşallah ilk olarak yuxarının otaqlarına tanış edeceğim. Asfalt yolun üzerinde dostlar. Girişte yukarıda 4 otaqdır. Burada sağ tərəfdə bizim böyle bir geniş qonaq otağımızdır. Əsl 2 ailə üçün dostlar, 2 qardaş ya 2 bacı üçün, həqiqətən də 2 ailə üçündür. Ya ne bileyim, çox otaq sayı istəyənlər yuxarıda. Bu bir mətbəximizdir. Kombimiz de var. Bu bir yataq otağımızdır. Bu bizim ikinci yataq otağımızdır. Burada da bizim yuxarının uşaq otağıdır, körpələr üçün. Və yuxarı mərtəbənin santə və sanuzeli aksesuarlarla bir yerdə. Şimdi inşallah keçəcəyik evin birinci mərtəbəsini tanış edeyim. İnşallah keçirik, indi gedəyim. Birinci mərtəbə ilə tanış edeyim. Bu bizim həyətimizdir belə. Evimizin ön görünüşünü sizin üçün göstəreyim. Jalüz qapısıdır, giriş qapısı ayrıdır. Bu evimizin ön görünüşüdür. İstipoldur birinci mərtəbədə. Evimizin sağı, solu, arxası zaborda deyil değerli izleyicilerimiz. Yani dört tərəfinə də fırlanmaq olur. Burada bizim ton yarımlıq çənimizdir. Matoy gidrafonudur. Kombisidir. Deyil dostlar, göster. Yenə də eyni qaydada aşağı mərtəbədə də koridor proyektdir. Girişdə göster istipollu deyil dostlar. Eyni qaydada. Aşağı mərtəbənin belə bir qonaq otağıdır, yenə geniş. 2 pəncərəsi var. Həm belə şəbəkə pəncərəsi, həm də belə adenli pəncərəsi. Burada yenə aşağı mərtəbənin mətbəxidir dəyərli dostlar. Və bütün sistemlər, xəttlər də çəkilirdi. Bu bizim bir yataq otağımızdır. Bu bizim İkinci yataq otağımız. Yine aşağı mərtəbənin uşaq otağıdır değerli dostlar. Ve burada da yine aşağı mərtəbənin santə və sanuzerimiz. Değerli dostlar, qiymət yeni başağı 165 bin manata deyilir. İnşallah gəldinizdə yine de real alıcı ilə danışıb razılaşma olacaq. Evimiz təcili satılır. Paket qubçadır, ipotekaya yararlıdır. Allah halana da satana da xeyir versin. Bu ev sizin olabilir değerli izleyiciler. Sağ olun, var olun.